Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, Belasuvardan 2 dənə ütü feni gətiriblər. Birinin spiralı qırılıb, digəri şnuru bu vəziyyətdədir, izolentlidir. İkisi də orijinal maldır. Biri Babyliss-dir, biri Braun Fahrenheit sistemdən olandır. Biz bunu bərpa eləyək, ortaq nəticəni bir yerdə izləyəcək. Açmağa davam edək. Babyliss Pro modelinə. Mən belə bir şey qoyduq, yəni əvvəlcədən yığılmış xamut vurduq bura. Üçüncü xamutu da vurduq, dərmanını vurduq bu hissənin krışkasını itirdiklərinə görə. Demək, bu qaydada yığdıq. Bu hissə fırlanır, işləyir, qızır və sönür. İstəyəliyik bu hissəyə. Demək, donor götürmüşük, eyni bundandır. Spiralı dəmirin içindən bərpa elədik. Bunları faykaladıq. Bu hissələri yığdıq. Əlavə özümüzdən 2-4 ədəd şurup bağladıq. Şurupları bağladıq. Dəyişdik. Bu spiralı dəyişdik. Yığdıq bunları. Demək, bu da nəticə. Hər iki mal işləyir. Qızır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə və nəzərinizə çatdırım ki, bu Fahrenheit sistemdən olan Braun orijinaldır. Həmçinin də ütü feni Babyliss Pro. Bu da orijinal.